Sərhəddə atışma oldu, ərazi qapadıldı, ölən və saxlanılanlar var. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhəddini pozmağa cəhd göstərən 7 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Bu barədə reporta Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib. Sərhəd zastavası silaha komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb, sərhəd naryadı tərəfindən dayan əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd eləmək məqsədi ilə atəş açıblar. Sərhəd naryadı tərəfindən silah tətbiq edilərək sərhəd pozucularından biri hadisə yerində zərərsizləşdirilib, silahlı müqavimət göstərən digər 3 nəfər isə geriyə qaçmağa nail olub. Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarış və əməliyyat tədbirləri nəticəsində digər 3 nəfər saxlanılıb. Əraziyə baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 51 kiloqram 884 qram narkotik vasitəyə bənzər maddə və çox sayda psixotrop həb aşkar olunaraq götürülüb. Baş verən hadisə ilə əlaqədar İran İslam Respublikasının sərhəd nümayəndələri ilə görüş keçirilib. Fakt üzrə Azərbaycan Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən zəruri əməliyyat istintaq tədbirləri davam etdirilir.